İnsanlar gen yaddaşlarından başqa mimikriya deyilən bir şey var. Canlılar bir-birlərini təkrarlayır. Yəni mənim atamın, anamın genlərindən başqa beynimdə atamın, anamın xatirələri var. Onlar mənə şəxsdə danışıblar öz həyat tərzlərinin, həyat təcrübələri. İndi bu yaxşılıqdan bayaq söhbət elədim. İnsanın övladından oynası yoxdur ki, övladı valideynlərin daha çox yada salmalıdır. Yenə hara fırladırsan fırlad, gedir çıxır dinə, Qurana, deyir qiyamətdə elə bir an gələcək ki, nə valideyn övladına, nə övlad valideyninə kömək edə bilməyəcək. İndi də həyat elə sürətlənib, elə sürəklənib ki, övladın biz oturub valideynlərimizi yada saldığımız kimi atam belə danışardı, anam bunu danışardı, xatirələri belə, uşaqları belə. Bizim övladlarımızın sadəcə ona vaxtı olmayacaq bizi yada salmağa. Hələ heç sən şükür elə ki, qəbrimizin üstünə ildə bir dəfə vaxt tapıb gələ biləcək, gələ bilməyəcək. Yəni başı qarışacaq məişət qayğılarına, çörək pulu qazanmağa və buna görə onları qınamağa dəyməz.